Salam. Beğendiğim ispatlar seriyasının 6. videosunda görüşürük. Bu videoda fonksiyonel analizin önemli teoremlerinden biri olan teoremin ispatını vereceğim. Teorem belədir. Hilbert fəzası refleksiv fəzadır. Bu teoremin fərqli ispatları var. Bu videoda mən öz ispatımı vereceğim. Bu ispatı magistraturada oxuyanda etmiştim. 14 il bundan əvvəl 2012-ci ildə 1-ci kurs magistraturada oxuyurdum. O zamanlar etmişəm. Həmin ispatı verəcəm. Deməli, ispat eləyəcəm ki, Hilbert fəzası refleksiv fəzadır. Öncə refleksiv fəza nə deməkdir? Onun tərifini verim. X xətti normallı fəzası hansı şərti ödəsə ona refleksiv fəza deyirik. Əgər istənilən f daxildir x2 ulduz üçün elə yeganə bir x0 elementi varsa ki x-da istənilən f daxildir x ulduz üçün f'in f'dəki dəyəri fx0 olsun. O zaman deyirik ki x xətti normallı fəzası refleksiv fəzadır. Bu əslində nə deməkdir? Bu əslində x-la x2 ulduzun izometrik olması deməkdir. Amma hansı mənada izometrik olması deməkdir? Onu yuxarıda yazmışam. Yəni belə bir fakt var, çox asan isbat olunur o. Biz hər hansı bir x1 götürək x-da və x ulduz üzərindən belə bir xəttə məhdud xətti funksiyonuna baxaq. F'dəki dəyəri, buradakı f x ulduzda bir elementdir. Nə olsun bu? Bu f x1 olsun. Və bu böyük f x1, bu x1 fix olunmuş bir elementdir. Bu böyük f x1 ilə təyin olundu. Ona görə bunun indeksinə x1 yazıram. O x1 dəyişəndə böyük f də dəyişir təbii ki. Çox asanlıqla ispat etmək mümkündür ki, bu f x1 x2 ulduzun elementidir. Və Xambanaq teoremindən istifadə edərək çox asanlıqla ispat etmək mümkündür ki, bunun norması əslində x1-in normasıdır. Yəni, bir sözlə bu x hər zaman x2 ulduzun daxildir buna. Amma hansı mənada daxildir? Bunun hər hansı bir elementini götürdüyümüz zaman, bunun sanki burada bir obrazı var. Bir fx1 var burada buna uyğun olan. Hansı ki, norması onun normasıyla eynidir. Bu x2 ulduzdadır. Və burada x2'ye uyğun başqa bir böyük fx2 götürsək, indi təbii ki, x1 plus x2 uyğun da bir dənəsi olacaq təbii ki. Bu da x-də bir elementdir. Və çox asan ispat etmək mümkündür ki, bu əslində buna uyğun olan element əslində bu ikisinin toplamıdır. Fx1 fx1 plus fx2 bunun toplamı deməkdir bu. Sonra biz lambda x1 uyğun da bir element var burada təbii ki. x2 ulduzda bir element var. O f lambda x1'dir. Çox asanla ispat etmək mümkündür ki, bu lambda vurusun f x1'dir. Bir sözlə x2 ulduzun içərisində x-in bir obrazı var orada. Hansı mənada? Yəni xəttilik qorunur, norma qorunur. Yəni x1'in norması ilə fx1'in norması eynidir. Bu mənada bu hər zaman onun içərisindədir. Bu hər zaman yəni biz x2 ulduzu belə fərz etsək, x ulduz burada bir bunun alt hissəsidir. Amma indi burada indi burada bir məsələ var. Görəsən x2 ulduzun hər elementini bu cür göstərmək mümkündürmü? Əgər göstərmək mümkündürsə, o zaman biz x-a refleksiv fəza deyirik. Yəni x ilə x2 ulduz başqa mənada izometrik eyni ola bilər, amma bu mənada olmaz. O sualı mən müəllimə vermişdim, Aydın müəllimə vermişdim, Şükürov Aydın müəllimə ki, x ilə x2 ulduz
ola bilər ki, bu mənada eyni olmaz, amma başqa mənada eyni olsun. Və cavab vermişdi ki, bəli, elə bir nümunə var. O çox önəmli bir sualdır. Və elə bir nümunə var. X ilə x2 ulduz başqa mənada izometrikdir, amma bu mənada izometrik deyil. Bəli. Refleksiv fəza bu. Yəni, refleksiv fəzanın nə demək olduğunu dedim. Yəni, bir sözlə, X hər zaman x2 ulduza daxildir. Sadəcə olaraq üst-üstə düşərsə, hansı mənada onu yazdım, o zaman biz X-ə refleksiv fəza deyirik. Bunlar Banach fəzalarının həndəsəsinə aiddir və çox da maraqlıdır və çox da möhtəşəmdir. Mən bu videoda ispat edəcəm ki, Hilbert fəzası refleksiv fəzadır. Onun isbatını verəcəm. İndi həmin isbata başlayaq. Deməli, necə ispat edəcəyik? Biz göstərməliyik ki, H Hilbert fəzasıdır. H Hilbert fəzasıdır. İspat etməliyəm ki, deməli, istənilən F götürsək H2 ulduzda elə yeganə, burada yeganəliyi də ispat etmək mümkündür. Yəni, orada bir dənə var, iki dənə yoxdur. Elə yeganə bir x0 var ki, H-da istənilən F daxildir H ulduz üçün. Böyük F-in F-dəki dəyəri fx0-dır. Bunu ispat eləməliyəm. Bunu göstərsəm, demək ki, H Hilbert fəzasının refleksiv fəza olduğunu ispat etmiş olacam. İndi burada mən Riss teoremindən istifadə edəcəm. Və necə ispat eləmişdim bunu? H ulduzu, təbii ki, F-in H2 ulduzda olması nə deməkdir? F H ulduzda bir xətti məhdud fonksiyonaldır. H ulduzda skaler hasil təyin edəcəm. Bunu Hilbert fəzasına çevirmişdim. H ulduzda skaler hasil təyin edək. Skaler hasil təyin edək. Bunu mən təyin edirəm. Təyin edək. Necə olacaq bu iş? İndi deməli belə. İki dənə fonksiyonal götürdüm H ulduzda. Onda Riss teoreminə görə elə x1, x2 var ki, H-da fx x-in x1'ə skaler hasilidir. Cx da x-in x2'ə skaler hasilidir. Riss teoremine görə bunu yaza bilirik. İstənilən x daxildir H üçün təbii ki. Bunu yaza bilirik. İndi F'in C'yə skalasını necə təyin edəcəm? Yeni biz, yəni H ulduz skalasını təyin edirəm. F'in C'yə skaler hasili necə olsun? F'in C'yə skaler hasili, bunu mən təyin edirəm. Yeni bir təyin olunma. Bu nə olsun? X2'nin x1'ə skaler hasili olsun. Belə olsun. İndi ispat edəcəm ki, bu skalasının aksiyonlarını ödəyir. İndi öncə F'in F'ə skaler hasilinə baxaq. Bu F'in F'ə skaler hasili norma F'in kvadratını verməlidir. Görəsən həqiqətən verirmi? Baxaq indi. Bu nə olacaq? X1'in x1'ə skaler hasili olacaq. X1'in x1'ə skaler hasili nə deməkdir? Norma x1'in kvadratı deməkdir. Və Riss teoreminə görə, bunu deməyi unuttum. Riss teoreminə görə norma F, norma x1 olur. Məsələn, norma J nə olacaq? Norma x2. Riss teoremi çox önəmli bir teoremdir. Riss teoremi Hilbert fəzasında bir xətti məhdud funksiyonların nə demək olduğunu deyir bizə. Yəni artıq H ulduzun nə demək olduğunu bilirik. H ulduzun elementləri necə elementlərdir onu bilirik Riss teoremi sayəsində. İndi niyə skaler hasili təyin etmək istəyirəm? Eynən həmin ideya, yəni H ulduzu bir Hilbert fəzası etmək istəyirəm ki, artıq H2 ulduzun nə demək olduğunu biləcəm onda. Çünki H2 ulduz demək, H ulduzda xətti məhdud fonksiyonal deməkdir. İndi H ulduz üzərində xətti məhdud fonksiyonal, əgər H ulduz Hilbert fəzası olsa, o zaman
H-ulduzda bir xətti məhdud funksiyaların nə demək olduğunu bilmiş olacağam. Ondan istifadə edəcəm. İdeya o idi. Bu nə deməkdir? Bu da norma f-in kvadratıdır. Deməli, əslində o deməli, norma f bərabərdir. Kök altda f-in f-ə kare hasili bu ödənir. Bu elə olmalıdır Hilbert fəzasında. Təbii ki, qoşma fəza hər zaman banaq fəzasıdır, tamdır yəni. İndi aksiyonları göstərək. Birinci aksiyon necə idi? Birinci aksiyon belə idi. Deməli, f-in f-ə kare hasili böyük bərabərdir 0. Bu təbii ki, doğrudur. Yəni, bu ulduz münasibətindən bilinir. F-in f-ə, hətta buradan bilinir, belə deyim. Çünki kök almaq haqqını qazana bilirikmi? Yəni, biz nə sübut etdik? F-in f-ə kare hasili norma f-in kvadratıdır. Yəni, bu münasibətdən artıq deyə bilərik ki, f-in f-ə kare hasili 0-dan böyük bərabərdir. Bu aydın məsələdir. Sonra başqa nə var idi orada? Deməli, f-in f-ə kare hasili nə zaman 0 olar? Təbii ki, norma f 0 olsa olar. Bu da f-in 0 olması deməkdir və bu da ödənir. Birinci aksiyomu ispat etdik. İkinci aksiyom nə idi? İkinci aksiyom. İkinci aksiyom f-in c-yə skaler hasili bərabərdir c-nin f-ə skaler hasili. Amma bu həqiqi Hilbert fəzasında belə idi. Bu həqiqidə belə idi. Həqiqi Hilbert fəzasında bu belədir. Həqiqi Hilbert fəzasında bu belədir. Bu ödənirmi? İndi deyək ki, həqiqi Hilbert fəzasıdır. Baxaq indi. F-in c-yə skaler hasili necə təyin olunur? Yuxarıda yazmışıq. F-in c-yə skaler hasili x2-nin x1 skaresinə bərabərdir. Bu təbii ki, həqiqi Hilbert fəzasıdırsa, bu x1-in x2 skaresinə bərabərdir təbii ki. Bu nə deməkdir? Bu da c-nin f-ə karesi deməkdir. Bu ödəndi. İndi kompleks də ola bilər təbii ki. Görəsən kompleksdə necə olur? Kompleks Hilbert fəzasında necə idi? F-in c-yə skaler hasili bərabər olmalı idi c-nin f-ə skaler hasilinin qoşması. Kompleksdə bu idi. Kompleks Hilbert fəzasında belə olmalı idi. İndi onu ispat edəcəm. Kompleks Hilbert fəzası. Orada belə olmalıydı. Ödənirmi? İndi ona baxaq. İndi f-in c-yə skaler hasili nə demişik biz? x2-nin x1-ə skaler hasili deməkdir. Və əgər bizim Hilbert fəzası kompleks Hilbert fəzasıdırsa, bu x1-in x2 skaler hasilinin qoşması deməkdir. Bundan da ispat olundu. Nə zaman kompleks Hilbert fəzası olur? Başdakı H kompleks Hilbert fəzasıdırsa, o zaman H-ulduz da kompleks Hilbert fəzasıdır. Yəni H-a bağlıdır o. Əgər H həqiqi Hilbert fəzası olsa, H-ulduz da həqiqi Hilbert fəzası olur. O zaman göstərdik. Kompleks olsa da bu da kompleks olur. O zaman yenə də göstərdik. Bu da nə deməkdir? X1-in x2 skaler hasili bu c-nin f-ə karesi deməkdir. C-nin f-ə karesi deməkdir və bitdi. Bu aksiyon deməli doğrudur. X1-in x2 skaler hasili c-nin f-ə, yəni burada c-nin f-ə karesi nə olacaq? Burada baxsaq, c-nin f-ə skaler hasili nə olacaq onda? İkincinin birinciyə, x1-in x2 karesi olacaq. İkinci aksiyon deməli doğruymuş. Gəldi üçüncü aksiyoma. Üçüncü aksiyon doğrudurmu? Üçüncü aksiyon nə deyirdi? Burada da yenə həqiqi və kompleks söhbəti var. Həqiqi Hilbert fəzası, kompleks Hilbert fəzası. Deməli, lambda f, f-in c-yə skaler hasili. Bu nə verəcək? Biz ona baxaq. Bu indi, baxın indi fx əgər x-in x1 skaler hasilidirsə və söhbət həqiqi Hilbert fəzasından gedir, o zaman lambda fx-ə baxsaq, bu nə olacaq? Bunu biz x-in lambda x1 karesi yaza bilərik. Burada lambda həqiqətdə həqiqi Hilbert fəzasında belə olur. Deməli, lambda f-ə uyğun gələn element lambda x1 olacaq.
bunun x2'nin buna skalisini. İkincinin birinciyi değil mi? x2'nin lambda x1 skalisini. Və həqiqi Hilbert fəzasında o lambda çıxır. x2'nin x1 skalisini. Bu da bizə verir lambda deməli f'in cs skalisini. Bu nədir? Bu həqiqi Hilbert fəzası. Həqiqi Hilbert fəzası. Göstərdik. Həqiqi Hilbert fəzası. Burada ispat olundu. İndi kompleksə baxaq. Kompleksə görüm necə olacaq. Deməli, lambda fx bu nə olacaq? Lambda x'in x1'ə skar hasili. Və bu nə olacaq? X'in lambdanın qoşması x1 olacaq. Bir sözlə lambda f'ə uyğun gələn element lambdanın qoşması x1 olacaq. Burada lambda bir kompleks ədəddir. Kompleks Hilbert fəzasına baxıram. İndi lambda f'in cs skalisinə baxıram indi. Bu nə olacaq? Olacaq x2'nin lambdanın qoşmasının x1'ə skar hasili olacaq. Buradan da kompleks olduğuna görə burada lambdanın qoşmasının qoşması çıxacaq. Lambdanın qoşmasının qoşması çıxmış olacaq. Lambdanın qoşmasının qoşması çıxacaq. x2'nin x1 skalisini. Bu da bizə lambda verəcək. Vur x2'nin də x1 skar hasili f'in c skalisi deməkdir. İspat olundu. Bu da kompleks Hilbert fəzası. Kompleks Hilbert fəzası. Bu da ödəndi. Bu aksiyom da ödəndi. Dördüncü aksiyom. Burada həqiqi və Hilbert ayırmağa gərək qalmayacaq. İndi 3 dənə funksiyalar götürəcəm. Bu x'in x1 skalisidir. Risk teoremə görə bunu yaza bilirəm. C bir xətti məhdud funksiyalı h-da. Bu x'in x2 skalisi olsun. Bir də bir hx götürək. O da x'in x3 skalisi olsun. Buradakı f, c, kiçik h, h ulduzun elementləridir. Və risk teoreminə görə bu münasibətləri yaza bilirik. Bu münasibətlərdə istənilən x daxildir h üçün doğrudur. İndi f plus c'nin h-a skalasına baxacağıq. Nə olacaq indi? İndi biz əgər fx plus gx funksiyonuna baxsaq, skalasının xassını görərik ki, o x'in x1 plus x2 skalasıdır. Deməli, f plus c'yə uyğun gələn element bu x3 vurulsun, x1 plus x2 olacaq. Və skalasının xassələrine görə biz bunu nə yaza bilərik? x3'ün x1 skar hasili plus x3'ün x2 skar hasili. Nə deməkdir bu? x3'ün x1 skalası nə deməkdir? F'in h skalası deməkdir. Plus bu da c'nin h skalası deməkdir. Və bununla da üçüncü aksiyomunda doğruluğu ispat olundu. Dördüncü aksiyomun, üzr istəyirəm, dördüncü aksiyomunda doğruluğu ispat olundu. Deməli, h ulduz, əgər biz skalisini bu cür təyin etsək, h ulduz, yəni h ulduzda biz necə bir təyin etdik? Deməli, f ilə g götürdük h ulduzda. Bilirik ki, risk teoreminə görə elə elementlər var ki, bunlar doğrudur. Gx də bərabərdir. X'in x2 skar hasili, deyil mi? Və f'in c'ye skar hasili olaraq nə götürdük? x2'nin x1 skar hasili. Və ispat elədim ki, bu skar hasilindən h ulduzdakı norma da qorunur. Yəni h ulduzda olan norma skalasıyla təyin olunur. Həqiqətən də f'in norma f'in biz kök altda ff olduğunu da ispat etdik. Risk teoremindən çıxdı. Və h ulduzdakı norma da skalasıyla təyin olunur. Bir sözlə h ulduz bu skalasından bir Hilbert fəzasıdır. H ulduzdakı topologiya qorumaq şərti ilə. İndi əslində bu aksiyomları yoxlamaq çox asandır. Bunları avtomatik yoxlanır. Postu mən onu da etdim. Ona görə video biraz uzun çıxdı təbii ki. Onu yoxlamaya da bilərdim. Amma yəni yoxladım ki, tam aydın olsun.
Hər zaman bu cür isbatlarda o aksiyonların ödəndiyini oxucuya, dinləyiciyə buraxırlar. Mən buraxmadım amma. İndi isbat eləyəcəyik ki, belə bir münasibət isbat etmək istəyirdik biz, düzdürmü? İstənilən f daxildir h2 ulduz üçün elə bir yeganə x0 var ki, h-da istənilən f daxildir h ulduz üçün f-in f-dəki dəyəri fx0-dır. Biz bu münasibətin doğruluğunu göstərmək istəyirik. Bu münasibətə bir münasibəti deyim. Bunun doğruluğunu göstərsək biz Hilbert fəzasının refleksiv olduğunu ispat etmiş olarıq. İndi ixtiyari bir f götürdüm və bunu qeyd etdim. Fiks olundu bu konkret. Böyük f fiks olundu konkret. Onda təbii ki, bu nə deməkdir? Bu buradan çıxar ki, f h ulduzda xətti məhdud funksionaldır. Bu o deməkdir. İndi h ulduzu ona görə Hilbert fəzasını çevirdim. Buradan Riss teoremindən çıxar ki, Riss teoreminə görə elə bir fi var ki, h ulduzda özdə bu yeganə fidir. Riss deyir ki, yeganədir. Elə və yeganə bir fi var ki, h ulduzda istənilən f daxildir h ulduz üçün f-in f-dəki dəyəri f-in fiyə skalar hasilidir. Olar. İndi biz bir f götürürük. Bu f ixtiyaridir. O zaman biz həmin f-i elə bir y elementi var ki, yenə Riss teoreminə görə bunu yaza bilirik. Bunu yenə Riss teoreminə görə yaza bilirik ki, elə bir y elementi var ki, elə yeganə bir y elementi var ki, f bu şəkildədir. Və bu fi də konkret qeyd olunub. Çünki baxın, buradakı böyük f fiksi olunubsa, kiçik fi də fiksi olunub. Fi fiksi olunmuşdur artıq. Konkret verilibdir o. Amma f dəyişir. F-də dəyişir, yəni başqa f götürəndə bu y dəyişəcək. Amma hər f-ə görə yeganə bir y var. Fi konkret fiksi olunmuşdur deyə elə bir x0 var ki, konkret. Çünki böyük f-i mən qeyd etmişəmsə, bu fi də fiksi olunub deməkdir, qeyd olunub deməkdir. Bu h ulduzda var ki, h-da var ki, istənilən x daxildir h üçün fix x-in x0-a skalar hasilidir. Riss teoreminə görə bunu yazmaq mümkündür. İndi onda f-in f-dəki dəyəri nəyə bərabərdir? F-in fiyə skalar hasilidir. Və biz h ulduzda skalar hasiləcə təyin etmişik. Bu nə olacaq? x0-ın y-ə skalası olacaq. Təbii ki, bu kiçik f dəyişən də y də dəyişəcək. Amma bu hər zaman, baxaq, bu hər zaman f x0-a bərabər olacaq. Gördüyünüz kimi, baxın, bu buradan çıxar. Bura baxaq. Buradan çıxar ki, bu f x0-a bərabərdir. Nə ispat etdik? İspat etdik ki, onu qırmızı ilə yazıram. Elə bir x0 var ki, h-da, f-in f-dəki dəyəri f(x)-0-a bərabərdir. Biz bunu ispat eləmək istəyirik. Bununla da isbatımız bitdi. Yəni biz istənilən bir f götürdük, böyük f götürdük h2 ulduzda. Təbii ki, bu x0 yeganə. Bu x0-ın yeganə ispat etmək çox asandır. Bu münasibət, bu qarşısına 2 ulduz qoyduğu münasibət hər f üçün ödənirsə, iki fərqli element onu ödəyənməz. O Xambanaq teoreminin nəticəsindən avtomatik alınır. İstənilən f daxildə h ulduz üçün elə yeganə bir x0 tapdıq ki, h-da. İstənilən f daxildir h ulduz üçün. F-in balaca f-dəki dəyəri f(x)0 olur. Və bununla da bu nə deməkdir?
Deməli, Hilbert fəzası refleksiv fəzadır. İspat olundu. Dediyim kimi videonun uzun olması bu təyin etdiyim skaler hasilin skalasının aksiyonlarının ödəməsini ispat eləməkdir. O cür yoxlanışları hər zaman dediyim kimi dinləyiciyə, oxucuya buraxırlar, amma mən onları etdim, ona görə uzun oldu. Onu edəndən sonra artıq çox qısa olur ispat təbii ki. Və bu ispat da öz isbatım idi. Bu seriyaya başlayanda demişdim, bəzi isbatlar özümün olacaq, bəzisi özümün olmayacaq. Bununla da Hilbert fəzasının refleksiv fəza olduğunu ispat etdik. İsbatımız buradaca bitdi. Növbəti videoda görüşərik. Sağ olun.